İllərdir torpaqlarımızın düşmən tapdağında qalmasını siyasi danışıqlarla, qətnamələrlə azad etmək mümkün olmadı. Biz öz torpaqlarımızı qəhrəman hərbiçilərimizin böyük şücaəti, hərbi strategiyası sayəsində geri qaytardıq. Bizə qələbə sevincini yaşadan qəhrəmanlarımızdan biri də əsgər İskəndərov Anar Vahidoğludur. Anar İskəndərov 2001-ci il avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Anar 2007-ci ildə Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbin 1-ci sinifinə gedib. 4-cü sinifə qədər həmin orta məktəbdə oxuyub. O, 2018-ci ildə Xırdalan şəhərində 5 nömrəli məktəbi bitirib. Elə həmin il Avrasiya Universitetinə qəbul olub. Lakin o, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Anar İskəndərov hərbi xidmət dövründə başlanan 2-ci Qarabağ müharibəsində iştirak edib. O, Cəbrayılın azad edilməsində xüsusi qəhrəmanlıq göstərərək oktyabrın 5-də şəhid olub. Anar İskəndərov oktyabr ayının 21-də Xırdalan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Anar İskəndərov ölümündən sonra vətən uğrunda, Kəlbəcərin azad edilməsinə görə, Füzulinin azad olunmasına görə Cəsur Döyüşçü medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilib.